Özdəyər nədir? Öz insanın özünü var olduğu halı ilə, indiki halı ilə qəbul edib, sevib təsdiq etməsidir. O ki biz deyirik, belə çinlərimizi qaldırırıq, başımızı, burnumuzu yuxarı tutub gəzirik, deyirik ki, mən çox dəyərliyəm. Mən belə deyirəmsə mən dəyərliyəm. Xeyr. Necə olur bəs? Siz ola bilər dəyərlisiz, amma hər mən dəyərliyəm deyən özünü dəyərli hiss etmir. Yəni özünü dəyərli bilməklə dəyərli hiss etmək arasında fərq var. Məsələn, hər kəs bilər ki, yaradılış olaraq mən özələm, Allah tərəfindən özəl olaraq yaradılmışam, məndən bir dənədir, mən heç vaxt şəhərdə özümdən qarşılaşmamışam. Bunu bilib deyə bilər ki, mən dəyərliyəm. Amma özünə emosional baxışı doğru deyilsə, özünə yetərsiz, bacarıqsız bir insan olaraq baxırsa, özünə çirkin biri olaraq baxırsa, o insanın özünü dəyərli hiss edir sizcə? Davamlı özünü tənqid edirsə, özünü günahlandırırsa, özündən şikayətçidirsə, o insan necə özünü dəyərli hiss edə bilər? Onda insanın dediklərinə yox, əməlinə baxmaq lazımdır. Özdəyəri olmayan insanların bədənlərində necə göstərilir ki, onlar özdəyərli deyillər? Daha çox özgüvənsiz duruşlar olur. Onlar tənqiddən qorxurlar ki, çünki tənqid olmaq onların o dəyərsizlik inancını açığa çıxarır. Kimsə onlarda bir nöqsan kimi bir şey görsə, onu buna bildirsə, o dərhal deyir ki, məni sevmədiyi üçün belə deyir mənə. Bizim bugün hiss etdiklərimiz, bugün yaşadıqlarımızla əlaqəli deyil. Keçmişdə yaşadıqlarımızla əlaqəlidir. Bugün baş verənlər, bugün hadisələr, qarşılaşdığımız insanlar bir tətikləyici rolunu oynayır. Bizim içimizdə olanları açığa çıxarır. Nə üçün? Niyə açığa çıxartmaq istəyir? Çünki biz uşaqlıqdan dünyaya gəlirik sıfır bir zehinlə. İndi xırda bir şeylər çıxmaq şərtlə, məsələn, yüksək səs qorxusu ilə, yüksəkdən düşmə qorxusu ilə insan dünyaya gəlir. Amma sevgi haqqında heç nə bilmir, dostluq haqqında heç nə bilmir, pul haqqında heç nə bilmir. Sıfır bir zehindən gəlir. Yaşadıqlarımız ki var, qarşılaşdıqlarımız, o hansı ki ağlımız hələ kəskin deyil. Bizim şuurlu zehnimiz 5-6 yaşlarından sonra yavaş-yavaş kəskinləşməyə başlayır. Hansı ki kritik mühakimə edən, indi bir misal üçün bir insan desə ki, sən dəyərsizsən, onu biz sorğulaya bilirik. Qəbul edib etmirəm bunu deyə bilirik. Amma bir 5 yaşında bunu edə bilməzdik, 10 yaşında edə bilməzdik. Bizə yaşadıqlarımız ona görə bizi dəyərsiz olduğumuza inandırdı. Ona görə bugün bizim şuuraltımızda dəyərsizlik inancı var və dəyərsiz olduğuna inanan insanda nifrət hissi olur, qorxu hissi olur, əsəb hissi olur. Bunların hamısı şuuraltında olan dəyərsizlik inancını göstərir. Bugün tərk edilməkdən qorxar insan. Məsələn, tərk edilməkdən qorxan nə qədər insan var ki, sevdiyi məni tərk edər. Niyə? Dəyərsiz olduğuna inanır. Əgər o insan inansa ki, mən yetər qədər dəyərliyəm şuuraltında, o tərk edilməkdən qorxar.